Time 2026 Test Bankının bölmə sınaq 5 testlərin izahına baxaq. Birinci testdə deyir, Qazan xanın islahatlarının uyğunluğunu müəyyən edin. Məhkəmə islahatı ticarət və torpaq islahatından söhbət gedir. İstifadəsiz torpaqlar iqta kimi paylanmağa başlandı. Bunu aid edirik təbii ki torpaq islahatına. A-nı 3-ə götürürük. Və tam həyata keçirilə bilmədi məhkəmə islahatı, çəki və ölçü vahidləri sabitləşdirildi. Bu da ticarət islahatına aiddir. Düzgün cavabımız olur A bəndi. Oxşarlığı müəyyən edin. 1-ci Xəlilullah və Fərrux Yasar. Bunlara aid oxşar xüsusiyyəti götürməliyik. Şirvana və Dağıstana yürüş edən qızılbaşlarla mübarizə aparmaları. Qızılbaş sözü burada yanlışdır. Çünki Xəlilullahın dövründə onlar hələ qızılbaş adlanmırdılar. 15-ci əsrin 60-cı illərində hakimiyyətdə olmuşdular. Bəli, hər ikisi. 1-ci Xəlilullah 1417-1462-ci illərdə hakimiyyətdə olmuşdu. Fərrux Yasar isə 1462-1500-cü illərdə hakimiyyətdə olmuşdu. 15-ci əsrdə Azərbaycan hökmdarları ilə müttəfiq olmuşdular. Söhbət burada nədən gedir? Qaraqoyunlularla, Qaraqoyunlu Cahan Şahla müttəfiq olub 1-ci Xəlilullah Samur döyüşündə Səfəviləri məğlub etmişdilər, Cüneyd öldürülmüşdü. Və Fərrux Yasar isə Ağqoyunlu Yaqubla müttəfiqlik etmişdi və Şahdağ döyüşündə Səfəvilərin Ərdəbil hakimi Şeyx Heydəri məğlub etmişdilər və öldürülmüşdü. Yəni bizim düzgün cavabımız 2-3 B bəndi olur. Yaxın adamlarına soyqal paylaması bu da yəni uyğun deyil, oxşar cəhət deyil. Hadisə və nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən etmək tələb olunur bizdən. Muş döyüşünün baş verməsi, Ağqoyunlu dövlətinin qələbə qazanması. Ağqoyunlu onda dövlət deyildi, ona görə yanlışdır. Şeyx Üveysin Təbrizə tutması, Cəlalilərin Azərbaycanın işğalını başa çatdırması. Bu da yanlışdır, çünki hələ Şirvanşahlar tabe edilməmişdir, ona görə bu variantda yanlışdır. Malatya döyüşünün baş verməsi, Ağqoyunluların qələbə qazanması. Malatya döyüşünün baş verməsi, Ağqoyunlular bəli qələbə qazanmışdı. Düzgün cavabımız elə bu olmalıdır. Digərlərinə də baxaq. 1408-ci ildə Sərdurud döyüşünün baş verməsi, Teymurilərin Azərbaycanda öz mövqelərini gücləndirməsi yanlışdır. Əksinə, Azərbaycanda Teymurilərin hakimiyyətinə son qoyulur. Yəni cənubunda hakimiyyətinə, şimalda isə 1405-ci ildə Kürd sahilində döyüşdə 1-ci İbrahim Dərbəndi son qoymuşdu Teymurilərin hakimiyyətinə. Bərdə döyüşünün baş verməsi, Baysunqurun qalib gəlməsi, bu da yanlışdır. Orada məğlub olmuşdu Baysunqur. Və 4-cü testə keçirik. Uyğunluq pozulmuşdur. 1405-ci ildə Kürd döyüşü baş verdi. Səfəvi Ərdəbil hakimliyi qələbə qazandı. Yanlışdır. Elə pozulan bu olacaq. Çünki Səfəvilərin Ərdəbil hakimliyi o döyüşdə belə deyək də əslində iştirak edirdi, kömək edirdi, amma yəni əsas tərəf deyildi də. Əsas tərəflər orada Şirvanşahlar və Teymurilər olmuşdu. Şirvanşahlar və müttəfiqləri qalib gəlmişdi, amma Səfəvilərin Ərdəbil hakimliyi qələbə qazandı deyə bilmərik. Şirvanşahlar dövlətini tabe etdiyi Şeyx Üveys, bəli, bu doğrudur. Bizdən pozulan istəyir, elə A variantı, digərlərində yoxlayaq. Səlcuq türklərlə ittifaqdan çıxdı, 3-cü məcbur, düzdür. Xərac göndərməyi də dayandırmışdı. Slavyanlara qarşı mübarizə aparmaq üçün 3-cü Georginin köməyindən istifadə etdi 1-ci Axstan. Bu da doğrudur. 1175-ci ildə Slavyanlar yürüş edən zaman kömək etmişdi 3-cü Georgi 1-ci Axstana. Monqolların ikinci yürüşü baş verdi. Xarəzmşahlar Azərbaycanda hakimiyyəti başa çatdı. Bu da doğrudur. 1131-ci ildə Xarəzmşahların Azərbaycanda hakimiyyətinin başa çatmasının səbəbi elə Monqolların ikinci yürüşü olmuşdu. Xronoloji ardıcılığı müəyyən edirik. Qızıl Orda hökmdarının Azərbaycana ilk hücumunun baş verməsi. Bu 1258-ci ildə Hülakülər dövləti yaranandan sonra onlar arasında mübarizə başlayır və təxminən həmin dövrdə biz bunu götürürük. Əmir Teymurun Azərbaycana ilk dəfə yürüş etməsi bu 1386-cı ildir. Qazan xanın Azərbaycanın şimalındakı qiyamları yatırması 1295-ci ildə o hakimiyyətə gələndə ona qarşı qiyamlar baş verdi və qiyamları yatırmışdı. Elə 1295 götürək bunu da. Çobani Məlik Əşrəfin edam etdirilməsi 1357-ci ildə Canı bəy gəlir, Təbrizi tutur və Məlik Əşrəf edam etdirilir. Çobanilərin zülmünə son qoyulur və həmçinin də Hülakülər dövləti süquta uğrayır. Ardıcılıqla düzəndə isə ardıcılığımız belə olacaq. 1, 3, 4 və 2. 1, 3, 4 və 2 C variantımız düzgün cavabdır. Uyğunluğu müəyyən edirik. Gəlin baxaq uyğunluğa. Əmir Əl-Üməra bu ordunun baş komandanı idi. Sədrəzəm dini idarələrə başçılıq edirdi və baş vəzir isə bu da maliyyə işlərinə rəhbərlik edirdi. Və baxırıq və əmlakına nəzarət etməsi bu olacaqdır Sədrəzəmə aid. Hərbi qüvvələrə rəhbərlik etməsi Əmir Əl-Üməraya aiddir. Ali divana rəhbərlik etməsi isə baş vəzirə aiddir. Deməli, bizim düzgün cavabımız olur Y bəndi. 1192-ci ildə Şirvanşahların paytaxtına çevrilmiş şəhəri müəyyən edin. 1192-ci ildə Şamaxıda zəlzələ baş vermişdi və Şamaxıdakı zəlzələ nəticəsində paytaxt köçürülür Bakıya. Düzgün cavab 1-dir. Oxşar olmayan variantı müəyyən edin. Cəmşid Hamamı Buğday məscidi Ağqoyunlu memarlığına aid abidədir. Doğrudur. Hər ikisi Ağqoyunlulara aiddir. Saray Xatun tərəfindən tikdirilmişdir. Bu da doğrudur. Azərbaycan ərazisində yerləşir. Bu yanlışdır. Türkiyə ərazisində yerləşir. 15-ci əsrə aid memarlıq nümunəsidir. Bu da doğrudur. Anadolunun Harput şəhərində yerləşir. Bax, bu da doğrudur. Düzgün cavabımız C variantı.
Xəritədə göstərilən ərazilərdən biri haqqında məlumat verilməmişdi. Burada baş vermiş döyüş nəticəsində hakimiyyətdə dəyişiklik baş verdi. Bərdə döyüşü ola bilər. Bərdə döyüşü, amma Bərdənin yerini düz verməyib də, biraz yuxarıda qalır. Bərdə döyüşü nəticəsində bilirik ki, Baysunqur məğlub olur və hakimiyyətə Rüstəm gəlir. Bu ərazi Teymuri ağalığına qarşı üsyan baş vermişdi. Teymuri ağalığına qarşı üsyan bir çox şəhərlərdə olmuşdu. Onlardan biri də elə Təbriz idi. Təbrizə çıxırıq. Gürcü qoşunlar tərəfindən tutulmuşdu. 1124-cü ildə Şamaxı tutulmuşdu Gürcülər tərəfindən. Ona görə A variantında çıxdıq. Monqolların birinci yürüşü zamanı 3-cü həmlədən sonra tutulmuşdu. Bu isə Ərdəbil olmuşdu. Ərdəbildə çıxdıq. Qaldıq 3-lə 1-in arasında. Burada düzgün cavabımız 1 olmalıdır. Bakıya aid heç nə yoxdur. Amma ola bilsin ki, müəllif nəzərdə tutub Bərdə kimi həmin ərazini və bayaq da qeyd etdiyim kimi Bərdə döyüşündə hakimiyyət dəyişikliyi baş vermişdi. Ona görə elə düzgün cavabımız ən ideal variant 1 D variantı olur. Uyğunluq gözlənilmişdir. Uyğunluğun gözlənildiyi varianta baxırıq. Alaşkir döyüşündə Teymurun qoşunlarına məğlub oldu Qara Yusif. Bu yanlışdır. Qara Yusif o döyüşdə məğlub olmur. Ümumiyyətlə Qara Yusif o döyüşdə iştirak etmir. Qara Məhəmməd idi, Qara İskəndər idi orada iştirak edən 1421-ci il Alaşkir döyüşündə. Monqolların birinci yürüşünün baş verməsi, Eldənizlər dövlətinin paytaxtının tutulması. Bu da yanlışdır. Çünki Eldənizlər dövlətinin paytaxtı Təbriz idi. Təbriz birinci yürüşdə 3 dəfə xərac verir və dağıntılardan xilas olur. Burada da uyğunluq gözlənilməyib. Bu variantı da çıxırıq. İkinci Mehmetin Trabzonu fəth etməsi Ağqoyunluların Aralıq dənizinə, Aralıq dənizi sözü yanlışdır. Qara dənizə çıxışını itirirlər. Teymuri Şahrux Azərbaycana yürüş etdi. Azərbaycanın işğalını başa çatdırdı. Bu da yanlışdır. Çünki Azərbaycanın işğalını başa çatdırmayıbdı Şahrux. Ümumiyyətlə Azərbaycanın bir hissəsinin Qarabağa daxil olur və Azərbaycanda necə deyək, atasından fərqli olaraq qoşun saxlamır. Sadəcə öz hakimiyyətini tanıdır və xərac almaqla kifayətlənirdi hücum etdiyi ərazilərə. 1405-ci ildə Kür döyüşündə baş vermişdi. Kür döyüşünün baş verməsi 1-ci İbrahimin müttəfiqi kimi Ərdəbil hakimlərinə çıxış etməsi bu doğrudur. Ərdəbil hakimliyi də orada 1-ci İbrahimin müttəfiqi kimi çıxış edirdi. Azərbaycan hökmdarı Uzun Həsən və Qara Yusifə aid oxşar cəhəti istəyir bizdən. Osmanlı qoşunları ilə toqquşma Qara Yusif toqquşmayıbdır. Avropa dövlətləri ilə danışıqlar aparmaq Qara Yusif etməyibdir. Türklərin tarixindən bəhs edən kitab yazdırması bunu da Qara Yusif etməyibdir. Sultan titulu daşıması, qəbul etməsi Uzun Həsən edib Qara Yusif etməyib. Teymuri qoşunları üzərində qələbə, bəli, bu var. Biz görürük ki, Teymuri Şahrux üzərində dəfələrlə qələbə qazanmışdı Qara Yusif. Uzun Həsən isə Əbu Səidi 1468-69-cu illərdə məğlub edir və 69-cu ildə elə Muğanda mühasirəyə alır və həmin döyüşdə Əbu Səid öldürülür. Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhlivan elə Venn diaqramında oxşar fərqli cəhətləri müəyyən edirik. Təbrizi Ağsunqurluların əlindən alması bu Məhəmməd Cahan Pəhlivana aiddir. Gürcülərlə mübarizə aparmaq bu ortaqda hər ikisinə aiddir. Dövlətin əsasının qoyulması Şəmsəddin Eldənizə aiddir. Ordu sahəsində islahatlar keçirmək bu da ortaq cəhətdir və paytaxtı Həmədana köçürmək isə bu da Məhəmməd Cahan Pəhlivana aiddir. Düzgün cavabımız onda olur. 1-ə C, 2-yə A-yı. A variantı düzgün cavabımız olur. Hülaki hökmdarı Qazan xanın hakimiyyəti illəri üçün xarakterikdir. Vergi saatının kəskin mübarizə şəraitində baş verməsi, bəli, bu doğrudur. Ölçü və çəki sisteminin sabitləşdirilməsi, bu da doğrudur. Bayraq torpaq mülkiyyəti forması iqta kimi hərbiçilərə paylanır, bu da doğrudur. Azərbaycanın cənubunda baş verən yanlışdır, şimalda baş verən üsyanı yatırmışdır. Kəndli uzun müddət yanlışdır, uzun müddət olmamışdır. Təkmil vəziyyətində qalmağı düzgün cavab 1, 2, 3, Y variantı doğru cavabımızdır. Trabzon Osmanlı dövlət tərəfindən tutulması nəticəsi nə olur? Baxaq. Ağqoyunlu dövlətinin Avropa ilə ticarət əlaqələrinə ağır zərbə vuruldu. Dövlət sözü burada yanlışdır, ona görə götürə bilmərik dövlət sözü olursa. Və Ağqoyunlular öz müttəfiqini itirdiyi bu doğrudur, bunu götürə bilərik. Ağqoyunlu Osmanlı münaqişəsi başlandı, bunu da götürə bilərik. Düzgün cavab kimi elə bunu da götürmək olar. Ağqoyunlular Qara dənizə çıxış yolunu itirdilər. Ən ideal variant elə budur. Yəni bundan əvvəl başlamışdı. Ağqoyunlu Osmanlı münaqişəsi bundan əvvəl başlamışdı. Qoylu-Hisar döyüşü olmuşdu, yadınızdadırsa. Ona görə də 2 ilə 4 düzgün cavabımız Y variantı olmalıdır. Səlcuqlara aid səhv cavabı müəyyən edin. 11-ci əsrin ilk 10 illiyində Naxçıvana yürüş etmişdilər. Səhv cavabı bu doğrudur. 11-ci əsrin ilk 10 illiyində Azərbaycana gəlmişdilər Səlcuqlar. Xoy və Salmasda müqavimət göstərsə də işğal olmuşdu. Bu da doğrudur. Kutalmış bəyin rəhbərliyi ilə Oğuzların ilk dəfə arana daxil olması, bax bu yanlışdır. 1015-ci ildə elə Çağrı bəyin başçılığında kəşfiyyat xarakterli yürüşdə biz onların Naxçıvan ətrafı Aran ərazisinə daxil olduqlarının şahidi oluruq. Alparslanın dönəmində Azərbaycanın işğalının yeni mərhələsinin başlanması bu 1066-cı il Şirvanşahların tabe edilməsini nəzərdə tutur və Xorasandan çıxaraq Təbrizdə məskunlaşmaları bu da doğrudur. Onlara Cənubi Azərbaycan ərazisində məskunlaşmağa icazə vermişdi. 1028-ci il üsyanından sonra Vəhsudan icazə vermişdi. Rəvvadi hökmdarı Vəhsudan. Yəni düzgün cavabımız olur elə yanlış olan variant, yanlış olan oldu C variantı. Qalanlar da düzdür.
Əmir Teymur Toxtamış Eyler-Venn diaqramını müqayisə edirik. Hindistana yürüş etmişdi Əmir Teymur. Cəlalilərin paytaxtı Təbrizi ələ keçirməsi, Cəlalilərin paytaxtı Təbrizi ələ keçirməsi. Bunu götürməliyik ortaq cəhət kimi. Çünki 1085-ci ildə Toxtamış, 1385-ci ildə Toxtamış, 1386-cı ildə də Əmir Teymur Təbrizi ələ keçirmişdi. Həmin vaxtda Cəlalilərin paytaxtı idi Təbriz. Ümumiyyətlə Cəlalilər dövləti 1340-cı ildə əsası qoyulur Bağdadda, amma 1359-cu ildən paytaxt Təbriz şəhəri olmuşdu 1410 süqutuna qədər. Moskvanı tutaraq yandırmışdı, Toxtamış etmişdi bunu. Və Cənubi Qafqaza yürüşlər təşkil etmişdi. Hər ikisi edibdi və Azərbaycan işğalını başa çatdıran isə Əmir Teymur olmuşdu. Düzgün cavabımız nə olur? 1-ə A, Y, 2-yə yalnız C, 3-ə də B-dir. Düzgün cavabımız A variantı olur. Verilənlərdən biri yanlışdır. Baxaq görək hansı yanlışdır. Enəlqüzət Miyanəçi dini görüşlərinə görə ruhanilər tərəfindən qətlə yetirilmişdir. Bu doğrudur. Məsud Davudoğlu Qız qalasının memarı olmuşdu. Bu da doğrudur. Həmdullah Qəzvini fəaliyyətini yalnız tarix sahəsinə həsr etmişdir. Bu yanlışdır. Həmdullah Qəzvini həm tarixçi, həm coğrafiyası olmuşdu. İzzəddin Həsənoğlu Azərbaycan dilində dövrümüzə çatmış ilk şeirin müəllifidir. Bu da doğrudur. Puri Həsən təxəllüsündən şeirlər yazmışdı o. Əbdülqadir Marağayi yeni musiqi ritmləri yaratmışdı. Bu da doğrudur. Deməli, yanlış olan C variantı oldu. Azərbaycanın 14-cü əsr tarixinə aid olmayanı soruşur bizdən. Cuci sülaləsinin qısa müddətli hakimiyyətinin başa çatması 14-cü əsr. Cuci sülaləsi deyəndə Canıbəy nəzərdə tutulur. Canıbəy 1357-ci ildə gəlir. Çox qısa müddətdə hakimiyyətdə olubdu. 14-cü əsrə aiddir bu hadisə. Ona görə bunu çıxırıq. Yəni 14-cü əsrə aid olmayan soruşur bizdən. Biri çıxdıq variantlarımızdan. Azərbaycan Hülakülər dövlətinin tərkibinə qatılması 1258-ci ildir. 14-cü əsrə aid deyil, 13-dür. Bunu götürürəm. 1-ci İbrahimin Azərbaycanı vahid dövlətdə birləşdirməsi 1406-cı ildə baş vermişdi bu hadisə. Ona görə elə bunu da götürürəm. Şəki hakimliyində Oyrət sülaləsinin hakimiyyətə gəlməsi 14-cü əsrin 30-cu illərində baş vermişdi. Bunu da çıxıram. Çünki 14-cü əsrə aiddir bu hadisədə. Deməli, düzgün cavabımız elə B variantı oldu. Azərbaycan tarixinin 11-ci əsrin 60-cı illərinin ikinci yarısı üçün səciyyəvidir. 11-ci əsrin 60-cı illərinin ikinci yarısı. Deməli, 1065-dən yuxarı hadisələri götürməliyik. Elə düzgün cavab burada olacaq. Səlcuqların 1066-cı il yürüşü nəticəsində 1-ci Fərbüsün Şirvanşah titulu daşımaqdan məhrum edilməsini biz götürə bilərik. Üzr istəyirəm. Və Azərbaycan 13-cü əsrin 20-ci illəri tarixi üçün xarakterik idi. Baxaq görək. Yəni 1220-ci illərdə baş vermiş hadisəni soruşur bizdən. Böyük Səlcuq Sultanı Mahmudun Azərbaycana yürüşü bu 1123-cü ildə baş vermişdi. 12-ci əsrə aiddir, çıxırıq. 4-cü Davidin Şamaxını tutması 1124-dür, çıxdıq. Marağanın Xarəzmşah Cəlaləddin tərəfindən tutulması 1225-ci ildə Xarəzmşah Cəlaləddin Azərbaycana yürüş edir və Azərbaycanı işğal edir. Elə 13-cü əsrə aiddir. Xarəzmşah Cəlaləddinin yürüşləri Şirvanşahlar dövlətinin öz varlığını itirməsi, Şirvanşahlar dövlətinin öz varlığını itirməsi 1538-ci il süqutunu götürə bilərik və Azərbaycanın Kürdən cənubdakı torpaqlarının Cəlalilərin hakimiyyəti altında olması, Cəlali deyirsə, Kürdən cənub deyirsə 1359-cu ildir bu hadisədə. Yəni düzgün cavabımız oldu elə C variantı 13-cü əsrin 20-ci illərinə aiddir.